Mənim bəstələrim soy kökümün danışan dilidir. Vüqar müəllim, xoş gəlmişsiniz. Vüqar müəllim, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Salam Fəxriyə xanım, çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Çox böyük şərəf sizdir mənim üçün sizin televiziyada və verilişdə iştirak etmək. Təbii ki, Azərbaycanımızın, gözəl Azərbaycanımızın hər bir qarışı, hər bir istiqaməti mənim üçün əziz, doğma və müqəddəsdir. Belə də olmalıdır hər bir Azərbaycan vətəndaşı üçün. Çünki bizim vətənimiz birdir. Mənim üçün Azərbaycanın nə şimalı, nə cənubu, nə şərqi, nə qərbi, mən onun fərqində deyiləm, yəni fərqləndirmirəm və eyni sevgi ilə, eyni məhəbbətlə baxıram. Amma insanın bir kökünün olduğu təbii ki, yer var. Mənim ana tərəfdən, təbii ki, həm də ata tərəfdən bizim kökümüz Böyük Mirzə Camal Qarabağıya gəlir çatır, Cavanşirə və soy adımız da oradan Camallılar, Camalzadələr soyadı oradan gəlir. Ana tərəf isə Qərbi Azərbaycanımızın Sisiyan rayonuna bağlıdır və bir böyük bir nəsildir, Seyyidlər nəslidir. Deməli, Kərbəlayı Seyid Məhəmməd, onun sonra qızı Seyid Zərif, onun oğlu Seyid Səyyad və onlar yəni həm o torpaqda, ondan sonra köç edib gəldikləri Laçın torpağında böyük atsan sahibləri olmuşlar və hər zaman mən nəslimlə həm ata tərəfdən, həm ana tərəfdən fəxr etmişəm. Çünki fəxr etməyə layiqli insanlar olublar. Babam Səyyad kişi eyni zamanda da şair ruhlu, yəni baxmayaraq ki, böyük dövlət vəzifələrində çalışıbdır hər zaman, amma bir şair ruhlu insan olubdur. Onun Mənim Şeir Çələngim adında da belə bir kitabı mən uşaq olanda işıq üzü görmüşdür. Orada onun qəzəlləri, şeirləri var idi ki, mən, dayılarım, onların uşaqları, anam, xalalarım, demək olar ki, o kitabı əzbər bilirdik və çox gözəl şeirləri var idi. Vətən haqqında, ana haqqında, məhəbbət şeirləri, qəzəllər və buna görə də olsun ki, həm o torpağın, belə deyək, suyundan, daşından, hərarətindən, Dədə Ələsgər kimi bir insanı yetişdirən torpaq təbii ki, çox müqəddəs bir torpaqdır və mən də olsun ki, o istedaddan bir balaca mənə də keçibdir, şükür Allah və buna görə də mənə elə gəlir ki, insan hər zaman soyunun, kökünün olduğu yerə bağlı olmalıdır, ora məhəbbət göstərməlidir, sevgi göstərməlidir. Çünki soyunu, kökünü unudan insan mənim nəzərimcə heç insan deyil. Vüqar müəllim, o illəri, o dövrləri necə xatırlayırsınız? Ən çox xatirinizdə qalan nələrdir? Sovet dönəmində olubdur bu. Mən deməli, həmin torpaqlarda olmuşam, gəzmişəm oranı, görmüşəm, Göyçə gölünə getmişəm və təbii ki, möhtəşəm yerlərdir, Azərbaycanımızın hər bir yerində olduğu kimi və evimizdə də hər zaman böyüklərimiz danışanda hər zaman oraların füsunkarlığından, insanlarının, orada yaşayan Azərbaycan kökənli insanların qonaqpərvərliyindən, kişi qeyrətindən, qadınların arından, namusundan, gözəlliyindən ən yaxşı, ən xoş xatirələr yadımda qalıbdır və mən düşünürəm ki, bu xatirələrlə həm yaşamaq lazımdır və eyni zamanda da bu xatirələrə doğru irəliləmək lazımdır. Əsasən, yəni toy el şənliyi mərasimləri
Düzdür, uşaq idim, bir ikisində iştirak eləmişəm, yadımda qalıbdır. Yəni, o bölgəni aşıq sənətsiz, zurnasız təsəvvür eləmək mümkün deyil. Və Azərbaycanın indi də istifadə olunan, bu günümüzdə kimi istifadə olunan sarı köynək mahnısı olsun, digər mahnılar olsun, onlar hamısı aşıq mahnılardır təbii ki. Sonradan artıq günümüzdə müasirləşibdir və hətta populyar belə, ən populyar müğənnilərimiz onu çox gözəl yeni aranjmanlarda bizim gözəl aşıq mahnılarımızı ifa edirlər və düz də edirlər. Çünki el sənəti elə bir sənətdir ki, o həm folklor formasında qalmalıdır, onu istər muğam sənəti olsun, istər aşıq sənəti olsun, həm folklor formasında yadda qalmalıdır, nəsildən nəsilə keçməlidir. Eyni zamanda da olan zamanın müasirliyini təmin etmək üçün, gənclərin dilində əzbər olmaq üçün, günümüzün tələblərinə uyğun olan, indiki dildə desə, aranjmanlarla sevilməlidir və şükürlər olsun ki, bizim xalq yaradıcılığımız, istər folklor mahnılarımız, istər aşıq mahnılarımız o qədər gözəldirlər ki, onlardan istifadə etdikcə doymaq olmur. Elə bu sarı köynəyin sözləri doymaq olmur. İşvəsindən, nazından, fərəkəhlik kimi xoş avazından. Belə bir sözləri var idi onun. Çox maraqlı toylar olurdu. Səhərdən başlayardı. 3 gün, 3 gecə bəlkə belə. Mən olmuşam belə bu 3 gün, 3 gecəli toyda. İnsanlar mütəmadi olaraq gəlirdilər. Bilirsiniz, çünki o vaxtın toyları indiki kimi 3-4 saatlıq bir yerə yığışıb sadəcə bir-birini təbrik edib müəyyən belə deyək də hədiyyələr edib getməklə deyildi. O zamanın toyları mən düşünürəm ki, daha çox insanların kommunikasiyasını, insanların bir-birinə qarşı olan münasibətini, söhbətlərini, o toylarda hər cür söhbətlər olunurdu. O toylarda yəni adi nə var, nə yoxdan tutmuş, belə deyək, indiki dildə desə, böyük biznes məsələlərinə qədər hər şeyi həll eləməyə çalışırdılar. Çünki nəinki, tutaq ki, kənd, nəinki bir bölgə, başqa yerlərdən də gəlirdilər ora. Hətta ən yaxşı bir şey də odur ki, tutaq ki, qohum olurdular və bu qohumluq nəticəsində artıq bir-birlərinə etimad yaranırdı və ona görə də və bir toy bu havası da vardı ki, bu da özünə məxsus bir, buna bir əlvanlıq qatırdı. Çox maraqlı şeylər olurdu. Maraqlı, uşaqların da özünə məxsus şeylər, mahnı üstündə davalar düşürdü. Yadımdadır, bir neçə də belə davanın müşahidəçisi olmuşam. Onun da təbii ki, indi bu olur, amma onun da özünə məxsus bir koloriti var. Azərbaycan xalqına məxsus bir maraqlı özünü göstərmək, toyda söz demək və yaxud mahnı sifariş edib oynamaq koloriti bizə aid olan, mən düşünürəm ki, çox yaxşı bir şeydir. Və buna görə də düşünürəm ki, adət-ənənələr dediyim kimi Sovetlər dönəmində bir çox adət-ənənələrimiz kəsildi, məhv edilməyə çalışdı. İstər musiqimiz, istər milli oyunlarımız deyək, tamaşalarımız deyək, meydan tamaşaları olsun, bu aşıq sənəti nümunələri olsun, hər bir şey olsun, çox belə deyək, ağır, əzablı günlərə məruz qaldı. Və şükürlər olsun ki, bugün artıq vətənimiz azaddır, vətənimiz özünü Cənab Prezidentimizin rəhbərliyi ilə bütövləşdirməyə doğru gedir və bütövləşdikcə təbii ki, mənəvi zənginlik də öz yerinə gələcək və biz sənətçilərin birbaşa borcudur ki, bu mənəvi zənginliyi tapıb, bərpa edib, inkişaf elətdirib xalqımıza təqdim eləməliyik. Çünki istənilən insan mənəviyyatla böyüyür, mənəviyyatla möhkəmlənir. Mənəviyyatı zəif olan insan çox qabağa gedə bilməz. Nə qədər savadlı olsa da, nə qədər güclü olsa da. Çünki ilk növbədə mənə elə gəlir ki, mənəvi dəyərlər qorunub saxlanmalıdır ki, bu da nəsilləri
bir-birini ötürdüyü əmanətdir. Bu əmanəti biz qorumalıyıq, inkişaf elətdirməliyik və ötürməliyik. Hər zaman mən çalışmışam ki, yazdığım musiqi əsərlərində, istər bu simfonik musiqi olsun, istər mahnı janrı olsun, nə olursa olsun, mütləq milli elementlərimiz, milli koloritlərimiz orada iştirak etməlidir, orada özünü göstərməlidir. Bu, həm Qarabağ muğam intonasiyaları bəhrələnməyim, eyni zamanda da Qərbi Azərbaycan aşıq sənətindən yararlanmağım məni buna sövq elətdirib və çox sevə-sevə bunu eləmişəm. Məsələn, bu yaxınlarda indi bir anonsum verim. Böyük aşıq, ürfan aşığı, Aşıq Qurbani haqqında bir opera yazacağam. İnşallah senarisi bizim gözəl ədibimiz İlqar Fəhmiyə aiddir. Və burada artıq bizim həmin o bölgələrimizin aşıq sənətinin, aşıq ənənələrinin, meydan tamaşalarının estetikasını musiqimdə verməyə çalışacağım ki, onu da simfonik orkestrlə birləşdirib ortaya bir möhtəşəm bir operanın ərsəyə gəlməsinə çalışacağıq. Mənə elə gəlir ki, olacaq, yaxşı olacaq. Buna görə də mənə elə gəlir ki, hər bir Azərbaycan bəstəkarı, yəni inanın, mən dünyanın bəlkə bir 80% ölkəsində həm qastrol səfərlərində, həm turistik səfərlərdə, həm dövlət tədbirlərində iştirak etmişəm. Bizim mədəniyyətimiz pafossuz, pafos yoxdur burada. Bizim mədəniyyətimiz möhtəşəmdir. Mən Hindistanda konsert vermişəm, Ravi Shankar festivalında mənim musiqilərim səslənib. Hindistanın ən məşhur, ən möhtəşəm musiqiçiləri, rəqqasları, ifaçıları gəlib belə məhdəl aldı ki, sizin nə gözəl musiqiniz var, sizin nə gözəl mədəniyyətiniz var. Yəni, düzdür, Hindistan mədəniyyəti də çox böyükdür. Məsəl üçün, Türkiyənin özündə olsun, Avropada olsun. Onlar bizim musiqini, bizim rəqsləri görəndə, eşidəndə, inanın ki, o qədər şövqlə buna eləyirlər ki, çox həyəcanlanırlar. Bu da bizim, bilirsiniz, bu məmləkət çox bir sirli məmləkətdir, müqəddəs məmləkətdir. Bu elə belə söz deyil. Və hər bir insanın, yəni Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, hər bir Azərbaycan vətəndaşı fəxr eləməlidir ki, o Azərbaycanlıdır. Çünki başqa cür ola bilməz. Mən də fəxr edirəm. Hər zaman da fəxr edəcəm. İnşallah ki, zaman gələcək və biz o torpaqlara ayaq basacağıq. Heç düşünmüsünüzmü, ora ilk ayaq basanda elə ilk edəcəyiniz şey nə olacaq? İnşallah uzun illərdən sonra yenidən qayıtmaq qismət olsa, olacaq da inşallah yeni bir Zəngəzur yalısını bəstələmək niyyətindəyəm. Artıq biraz hazırlaşmışam buna. Zəngəzur haqqında 2 mahnı, belə deyək, bəstələmişəm. Onun biri bizim xalq artistimiz Mübariz Tağıyev ifa edibdir. Zəngəzurun vətən yolum, belə bir şeir Baba Vəziroğlu'nun şeiridir. İkinci mahnı isə kollektiv bir mahnıdır. Şahin Musaoğlu'nun sözlərinə, o da Zəngəzur adlanır və orada yenə Mübariz müəllim, Aybəniz xanım Haşimova, Aşıq Samirə, İlkin Dövlətov, Tünzalə Ağayeva və bir çox dəyərli sənətçilərimiz o mahnını oxudular və biz onu düz Mehri ilə sərhəddə getdik, ona bir möhtəşəm klip çəkdik. Zəngilanda çəkdik, sonra da getdik Mehri ilə sərhəddə çəkdik və onun da premyerası oldu Şəhriyar adına sarayda. Çox gözəl qarşılandı. Telli xanım Pənah qızı da orada iştirak edirdi. Mənim eləyə biləcəyim, musiqiçinin eləyə biləcəyi nədir? Musiqi bəstələmək. Ömrümün axırına qədər, nə qədər ki, Allah mənə
balaca istedad verib və onu istedadı yəni tətbiq eləməyə bir məkan verib, mən onu edəcəm və inşallah əlimdən gələni vətənim üçün, vətənimin mədəniyyətinin inkişafı üçün etməyə hazıram.